Hər kəsi yeni gündən, yeni vlogdan salamlayırıq xanımlar. Bugün biz iki bacı gedirik alış-veriş etməyə. Vuxadını yedirdi Nəsibə, sizi də salamlayır. Uç yıxılmışdım bu arada. Uşaqları evdə qoymuşuq. Hava bugün xoşdur, amma soyuqlu xoşdur. Ona tər demək oldu, onu da başa düşmədim. Yəni ki, dünən yox, sıraha günü qar yağırdı. Elə sulu qar yağdı. Dünən gecə dəhşət soyuq idi. Güllərimi də pirxojiniyə doldurmuşdum demişdim sizə. Bugün gün çıxıb. Gündür, gözəl görünür görüntü olaraq, amma soyuqdur. Belə demək istədim də nə yəni. Hə. İndi gedirik biz. Biraz alış-veriş edəcəyik, həm hərənəcəyik, ondan sonra evə gedəcəyik. Uşaqlar evdə də çıxmadılar. Yəni bugün qadın-qadına gəzirik. Colu-cocuqlu gəzmirik. Elə deyilmi? Elə deyilmi? Elə deyil. Az dümdüz gedirik. Mən buralarda itən şey deyiləm. Azdırarsan birdən. Yox. Kimdir döyləsi? Döyləsi sənsən. Niyə? Paketlərindən yerə qoysan. Sən bilmirsən? Bilmədimdən ayağımı ağırtdı krasovka. Ayağımı düzəldəndə yerə qoymuşammış. Bağışda bu dəfə. Getdik, gəldik xanımlar. Artıq bizi evdə görürsünüz, gördüyünüz kimi. Gedəndə bir yolda çəkiliş etdik. Çatandan sonra çəkiliş etmədik. Zaryadkası telefonumun vot-votda idi. Mən ödənişi telefonla ödəyirdim deyə dedim, zaryadkam ölər, sonra heç nə ala bilmərəm. Ona görə çəkiliş etmədim. İndi gəlmişik, nə almışıq? Hərəsindən az-az almışıq. Biraz belə alış-veriş etdik. Hə, değil mi? Hə, yəni ki, şirniyyat aldıq, nə bilim, yarpaq almağa getmişdim mən çox. Bayrama hazırlıqdır. Ramazan bayramına şirniyyatlar hazırlamaq istəyirəm. Yarpaq aldım. Yarpaq dolması edəcəyəm. Nə bilim, Allah verəndən. Bunu da niyə belə yiyib, içinə nə tökürsünüz Ali? Al, götür bunu. Bu çörək də burada qovsunuz. Bunları da götürək. Neçə dənə paketlərdir çörəkdir. Nəysə, bu paketləri nə ayırasın? Götür bir qırağa qoyacağım, lazım olur. Ayala, apar bunu da yerləşdir. Qoruq, geyinmədiyimiz için salarıq. Qış ayaqqabılarını qoya bilərəm bax. Təmiz paketlərdir. Hə, bu şordu qaymağı da xaladenika qoyaq. Nə bilim, belə Allah verəndən aldıq. Bugün də bacımın vuxadnoydu. Bayaq dediyim kimi, artıq bu vlogda görərsiniz. Çox maraqlananlar var. Çox maraqlananlar var. Sözünü də də bilmədim. İstəyənlər varmış. Hə, yəni istəyənlər də var. Deyirlər ki, nə? Bacı niyə sizdə qalır da? Onu bilirəm, təzə gələn izləyicilərdir. Bu ara təzə gələn izləyicilərim var. Çox izləyicilər gəlib. Yəni, bacı niyə sizdə qalır sözünü deyirlər, amma fikirləşinə ki, baxın, mən kira tuta bilmərəm. Oğlum yanında böyük hələ ki. Hərdən indi bir ayda qalırıq burada. Bu yekədir, sığmırıq, mən başım qalır, mən təkcə kirada dururum. Hə, və. Deyə yazmaya Hə, yəni ki, deyirlər, ailəli, belə sual verdilər, ailəli olubdur, həyat yoldaşı dünyadan köçüb. Bunu təzə izləyicilərimə deyirəm, köhnələr artıq bilir. Qızı evlidir, oğlu da başqa şəhərdədir, işləyir. Ona görə də bizdədir. Harada qalasıdır bə? Halal ay xalası. Yeməmişim, adam hələ. Halal ay xalası. Öskürəndə də halal deyirlər mənim civcivlərim. Öskürəndə deyilir. Hə, nə deyilir? Hə? Nə deyilir öskürəndə? Halal. Halal olsun. Hə. Gözdarov olur. Hə, saçını başını düzəlt, daha bülbül. Halal gözdarov. O gözdarov olsun. Bu birisi də. Bunları halal içinə yığışdırın. Hə, bu şeydir. Peçenyaları bir paketə yığaq. Qaymaq şor almışıq, onları xaladenika at. Belə bir lobya aldım, düyü deyirəm. Bunu aşdan ötəri aldım. Lobyalı aş dəmləyəcəm. Bu da ki, elə lobya supundan ötəridir. Bu müxəhdir. Belə yavaş-yavaş. Nəsə, biz yığışdıraq. Görüşərik bir yerlərdə. Sən də elə də. Amma sizə də salamat olun. Salamat olun. Hələ elən təzə başlamışım videoya, nə tez salamat olun.
Yox, hələ baxmamışım. Ben bu yanına bakmamışım. Al. Sağ ol mama. Konfeti de alacağım. Çarpta konfet çıkarttı benden. İş yerim deyirlər, amma sən alır ki, bu dolmanın adına baxıb istəyirəm, nə olar demiş olmalı da bunu. Hər şey sana bak. Ha, mənə çarp baxdırım Sen mənə. geldin bununla ona da. Lan yaxşı, qanı toymuş öləm. Dedim, yavrum onu tutasın. Hə, qadına baxmaq lazım, onun üstünə baxarsa onu da mən çağırım. Bilirlər onu da. Bunu da götürək, buradan bunu da adına. Bunun qadına baxın. Bu bloklara da ki, ətdən ötəri saxlayın. Qoy buraya. Əbin yox, hara gedirsən? Qatlamaq istəyirdim burada. Allah hanım, düşürəyim. Bunun üçün ki, qədərindən düşür tuturam. Nə? Konfet mi? Hə, vallahi. Doğrular tane şey istiyorsun. Bu hikayeyi oraya koyalım. Yaxşor hazırlayıram qızlar. Damaşni qaymaq, damaşni şor aldım. Bayaq ki bazardan. Axşama xəngəl etmək istəyirdik. Cincər xəngəli. Xəmirini yoğurdum. Kündə də etmişəm. Burada da bacım cincəri pişirir. Mən də ki yaxşor edirəm özüm üçün, çünki axşamda oruc açımı gəldi, çatdı. Yeməyimiz hazır olmadı. Atışdırmalıqdır da, indi bir stəkan çayla qəşəng atışdıracağam. Ondan sonra yeməyimizi hazırlayacağıq. Belə. Çayı da qoyum, bu tərəfdə yeyərəm. Ali, çayı, şunları çıxart, çaya qoy balam. Yeməyin hazır olur mu? Pişir mi? Qoz ləpəsi də var. Qəşəng qoz ləpəsini də vuracağıq. Yeyib gənə yığmaq lazımdır. Yığmaq lazımdır, yeyib gənə. Olur nə? Yox, yaxşı yığıbsan. Bu düşəcə gəli yedik. Yox, çox yığmışdım. İndi hələ bir pişirim gənə var. İndi yeyib gənə sezonudur, yığasısan. Qısa da var, bir gün ikimiz də var. Gələn həftə üçün çünki para qadiyyə yeyək. Apararım ki, indi bilmirəm iş. Necə sezonu da yığasız ya. Yığıb atmalıq lazımdır. Sabah ertə gedir o işə. Onu deyirəm, sabah doma hər edirik. Çox soyuq olur. Nə gözəl düşür. Günorta saatda getmək olar. Hə, günorta gedirdik. Bunları da buraya qoyduq. Amma oradakı bizim iş yerindəki kişi deyirdi, buralarda yaxın yer var, aralarıyla danışıb eşidirdim. Yaxın yer var? Yaxın yer var, dedi, gedim, qaçım, deyim, baxım, deyərim, deyirdi. Getdi, baxdı, deyərdi, dedi, belə cincər dedi. Təzə pitifdən ha. Bir gün gedək, deyəndə, arvad deyirdi, anam olmasına, vaxt çıxar, bizə icazə var mı, dedi, yəni, gedə bilək. Yoxdur, işçilərə icazə yoxdur. Ali, gəl o güzgü o pəncərənin qıvağından göt görüm. Büyünlər icazə istəyirdi, Allah vermədi. O güzgü göt apar oraya qoyun. İşlədəndə, işlətməyəndə də o yerinə qoymaq lazımdır. Yəni, nədir, işçisi az, elə bir ki, azdır deyim. İşçisi azdır. İşçisi azdır. Ona görə qoymur. Buradan çay da, paket çayı çıxardaq, sonra dəmləyərik xəngəldən sonra. O bax orada uzunsan. Sənin əlin qolun uzundur, çatır. 2 dənədir, bax. Yox, onun arxasındadır. 2 paçkadır, bax, hər birini çıxart. Anam uzunam deyil, niyə elə deyirsiniz? Ana, hər yerə çatırdan əlin qolun. O yox, yaşıldır o. O birisindən çıxart. Adama oxşamışam, mənə? Hə, bir mənim boyu alçaq olan. Mən də anama oxşamışam. Az yox, həmən o paçkada da var da nə qarası. Yoxdur orada. Var ha, nəsbində mazarası.
Bacım iş başında. Oxoloyu vermişəm əlinə. Güya vıxadnoy eləyir. Güya. Güya vıxadnoy eləyir. Gün getmişik, alış-veriş, torbalanıb, yüklənib gəlmişik. İndi də oxoloy vermişəm əlinə. Güya vıxadnoy eləyir. Dedim, bu gün mənə kömək elə, sabah da dincəlir. İşləməyim. Hə, sabah heç işləməyəsən, oturasın. Bənadır. Sağ olasın kimi. Bir gənə. Başqa işim var. Hə. Gözəl işim var. Hə, suyumuz qaynadı. Su qaynadı. Gələm yeni tökə. Bir yandan püküf yığmışıq, bu tərəfdə də var. Baxın, hazırlamışıq, suyumuzu da qoymuşuq. Biraz ətrafa fikir verməyin, tör-töküntüdür. Mən də əlimdə, baxın, nəyi tuturam, çəkiliş eləməkdən ötəri. Telefonumun zaryadkası da yoxdur. Pakizə xanımın içini təmizləyirdim, oralara da fikir verməyin. Sirkəli suyla, limon kisatı aldım, sirkədir, sodadır, hər şey tökdüm, yüdük 90 dərəcə ilə, ondan sonra rezinlərin arasını sildim, təmizlədim. İndi də biraz kirlərimiz var, yavaş-yavaş yuyarıq. Amma bizim də zaryadka yığmağımız lazımdır hələ. Yemək yeyək, nüş edək, ondan sonra işimizi, gücümüzü görərik. Yox, qadan alım. Yox, mən bu güzel. Anəsibə, biraz iri olanda çox yekə görünür. Belə olanda mədəni görünür xəngəldə. Bir loxmalı olanda yaxşıdır. Adam tanır da ana. Gerek değil mi? Anam niyə utan? Bir çox yeməyim, sayı çox olur, çox yeyə bilərsən. Prosta iri olanda lap pis görünür də, bir suya atanda da lap böyük olur. Elə bil heç belə pişirməmişik. Tez olsun deyə yekə tutur. Mamam da belə xırda kəsirdi. Niyə? Smavarın nə başından kəsirdi, o da bunun razmerində idi. Hə. Mamam elə kəsir. Mən biraz tez olsun deyə yekə eləyirəm. Sana nə var ki? Mən istəyirəm tez bazar olsun həmişə. Əlimi aldım, tez qutarsın. Onunla oynamaq vaxtım yox. Niyə? Anəsbə, mənim burnuma lağ eləyirsiniz siz. Kölgədən də iri görünür sənə. Kölgədə elə gözəl görünür ki, burnum. Yaxşı olub dədə. Allah verəndir də nə gözəlliyimiz. Nə ayrıq. Bəziləri kimi gedək enindən, uzunundan, kəsək gödəldəkmi? Mən şükür eləyirəm ki, məndə... Çox şükür ki, əyri deyilik, çox şükür ki, sıfatımızdan bir yekə burun deyilik. Lap da gözəl burnumuz var. Nə olur ki, kölgədə iri görünürdü. Hər şey kölgədə yekə görünür. Bura bax. Onu da qoca babam eləyərdi. Elə bax. Nə də qorxardım mən. Elə o barmağını oynadır, belə eləyirdi. Mən çox qorxardım onu eləyəndə. Özü göstərmirdi də, həncər eləyirdi. Yuxarı baxdırırdı, aşağıdan eləyirdi və sonra biz aşağı baxanda çəkirdi əlinə. Bax, bugünkü günü onun adı çəkirdi. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Nə gündədir, biraz təpinmişəm. Nə yaz? Onlara bax, onlara. Pilləkəndə düzlənlərə. Az o hayı bəzən əlimi oxuyaraq çıxacım oraya. Gör, oxuyub, saltan qeyrmə düşdü, pilləkən ətrək qoxduruq. Dəcəliklərindən. Yəni elə də uşaq döyən də döyülük, prost elə çığırıb bağırırıq da. Axırda xalam heç dincəlməsin öyle. Heç dincəlməsin. Xalam dincəlməsin. Yox, indi bu aralar çox dəcəli eləyirlər, məktəbdə yoxdur. Hər evdə dəcəl uşaq olmalıdır, Allah altına. Bir insan vaxt sənin nəvən belə eləyəcək, ya Nəsibə. Uçurub dağıdacaq, çığırdıb bağırdacaq. Babasının, nənəsinin evini dağıdıb tökəcək. Biz ələndə də qonaq kimi olacaq. Heç də uçurub dağıdacaq. Şkafda qazan qalmız qalmayacaq. Hələ haran yaxında sənsən, gəl bir açan deyil. Onu deyirəm də, şkafda qazan qalmız qalmayacaq. Nəsə çənəm düşdü, yenə biz xəngəlimizi pişirək, suyumuz da qaynayır. Bunu da artıq kəsdi, qurumasın, pükək biz. Xaladenika qoyasın, siniyə yığaq mı? Bu taxtı sınmır mı? Aşağı barajı barajın içindən sığar mı? Bir ölçü. Xəngəlim ona? Hə.
kesersən. Bunlardan Türkiye'yə nisbəti danışqandan sonra. Bu hissədən tökülür. Taxtaya da yağaq, biraz qismət gedəndə. Hadi qisməti bari də götür. Yerdə qalır ne vardı bunlar. İkisini də oraya koysan məncə yeter. Tezlə donuzduracaqdır. Donan kimi pakete doldur koy. Çox qarlıqda. Ayrıca gündələr idi. 4 gündə elədik. 4 gündə idi, nə? Ne güzel okur rast oldu. Adama huzur verir. Ha vallahi ben saltından düşüyorum. Daha da yiyir, kolay da yiyir. Sivdan ne misin? Bu unludur değil mi? Ben zira vursun. Elə bir cənnətə gəlmişəm toğla, dəyişən bir tər çıxacaqdır. Ne de güzel okursan Allah. Meçit yanımızda ata. Olur. Ağzımız şahlı olsun, bəh, ne güzel, vallahi. Bu zaman Cencatan gəl, ne demek, yazın gözəl vaxtı. Bənə. Əllərimə sağlıq ha, elə güzel bükmüşəm buna, heç gör dağılıb bu. Nələm deyirsən? Hə. Niş olsun sizə. Sağ olun, yaşayın. Bizə də, izləyicilərim də göz haqqını halal eləsin. Mama, ne yersin ay mama? He? Qav yiyəyim, yiyə. Ayım xalalar deyirlər, sən oruçlusan. Çox... Hə, niyəsə oruçlusan ayım, sən çox istəyirsən. Xalalar mat qalır, sən nə tər hər şey elə bilərsən bir gündə. Allah güc qüvvət verir. Amin, amin. Amin. Sən də dincəlsən? Mamaları dincələ bilmir. Qurban olum, ayım, qurban olum. Bugün 26 Mart'dır. 27'sinə keçən gecədir. Ramazan ayının ən önəmli gecələrindən biridir. Mübarək Qədir gecəsidir. Qəşəng dua oxuyurlar məsciddə. Mən də istəyirəm videomu burada sonlandırım. İbadətlərimə başlayım, namazımı qılım. Dualarımızı edək. Allah bütün günahlarımızı bağışlasın, tuttuğumuz orucu qəbul etsin. Allah evimizə ruzi bərəkət yetirmiş olsun. Bu gecə rəhmətin və rəhmin yağdığı gecədir. Bu gecə üçün çox insan dua edir. O insanların içində də biri mən. Hər il Qədir gecəsində səhərətən oturub ibadətimi edərəm, namazımı qılaram. 2 rükət namaz qılırıq. Namazımızı qılarıq, dualarımızı edərik, bağışlanmaq diləyərik Allahdan. Bütün günahlarımızın bağışlanmasını Allahdan istəyərik. Sağ olun xanımlar, salamət qalın. Gələsi vlogda görüşərik. Bugün sizlər üçün də dua edəcəm. Allah evimizə huzur, bərəkət, sağlamlıq yağdırmış olsun. Allah hər birimizin günahlarını bağışlamış olsun. Öpürəm hər birinizi.